Bu dəqiqə bu Araz Marketdəyəm. Bunlarda belə bir kampaniya var. 13.59 yazılıb ki, sümüklü ət 13.59. Amma bax bu dəqiqə mən məsələn istədiyim hissələri seçirəm, sümüklü. Hara getdin? Gəl də qardaşım da. Gəl bura. Özümü çəkirəm, səni çəkirəm. Əti göstər də hansı əti? Baxın. Bax sümüklü ət 13.59 yazıblar da. Baba yazıblar. Dana əti 14.59 yox, 13.59. Sümüklü ət nə deməkdir? Sümüklü ət deməkdir ki, sümüklü ətdə bu sümüklü ət. Götürürəm, mənə deyir ki, yox, antrikot götürürəm, bax sümüklü qabırğı hissəsidir. Mənə deyir ki, yox, o sümüklü hesablanmır, o başqa qiymətlə hesablanır. Yox, necə olur? Deyir ki, yağı çox ola bilər, əti az ola bilər. Burada yazın da, burada yazın. Bu 13.59-un bir dənə burada yerlərdə qeyd eləyin ki, mən bilim, yağı 300 qram olanda belə olur, hələ olur, hələ olur. 13.59 yazmışsınız, bu 13.59-a da verin də bu malı. Niyə belə edirsiniz?